Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Qəbələ rayonunda mən Vüsal Kəlbəcəri 2006-cı ildən dəfələrlə burada çəkilişlərdə olmuşam. Çəkilişlərdə olanda dəfələrlə gözəl mövzuda müsahibə getmişəm və Sultanlıqa kəndində də olmuşuq. Sultanlıqa kəndində illər əvvəl olanda da, indi də həmişə müəllimlər, şagirdlər haqqında gözəl məqalə hazırlamışıq. Və biz çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular apardıq. Hər kəs bizə qabaqçı müəllimlərin adlarını bildirdi və təqaüddə olan müəllimlərdən birini soruşduq, araşdırdıq. O müəllimlərdən biri də bizim Nərgiz müəllimlərdir. Mən burada sizi xoş gördük. Uğurlarınız bol olsun, nailiyyətləriniz olsun. Hər zaman vətəninizi başınıza eləyəsiniz. Çox sağ olun. Neçə ildir təhsil sahəsində çalışmısınız? 44-45 il. Adınız, soyadınız, atanızlar tam deyin zəhmət olmasa? Cəlova Nərgiz Cəlaləddin qızı. Çox gözəl. Hansı fənn tədris eləmişsiniz müəllimə? Azərbaycan dil ədəbiyyatı. Mənə çəkilişdən öncə bildirdiniz səbəbini ki, nəyə görə o fənni seçmişsiniz? İstəyirəm çəkiliş öndə də bildirəsiniz. Atam, həm də rəhmətli atam, həm də anam. Hər ikisi dil ədəbiyyat müəllimi olub, elə bir mən də. Adlar nə olubdur? Cəlova Cəlaləddin Cəlaloğlu, anam Səbzəli və Şərqiyə Məzid qızı. Hər ikisi qabaqçı müəllimlərdir və biz bildiyimizə görə ananızın 91 yaşıdır. Bəli. Allah ömrünüzü ki, 92 yaşı var, çox gözəl. İnşallah qismət olsun, bir dəfə də onun haqqında gözəl çəkiliş eləyərik. Qismət olsun gələcəkdə. O elə şeyləri əvəzkar. İnşallah gəlib çəkiliş eləyərəm, onu da söz verirəm. Allah qoysa. Biz sizin gözəl həyat yoldaşlarınızla, mən bu sözü həmişə demişəm, həmişə də deyəcəm. Hər bir qadın, xanım müəllimlərinin həyatda təhsil sahəsində və qeyri öz ixtisasları üzrə uğur qazanmasının səbəbkarları universitetə qəbul olana qədər özləri, ailələri və müəllimləri olduğu kimi ailə həyatı qurandan sonra da onların həyat yoldaşlarıdır. Yəni həyat yoldaşları əgər təhsildə və onların işində, ixtisasına dəstək olursa, onlar karyerada qabağa gedirlər və biz sizin də həyat yoldaşlarından tanış olduq. O yüzden polis sahəsində işləyib. Soyadı nədir? Abdurrahman Mais. Mais bəy çox gözəl atadır, çox gözəl həyat yoldaşıdır, onun haqqında maraqlandıq. Gözəl babadır və gözəl dövlətimizə qulluq edib, hətta Qarabağ döyüşlərində iştirak edib və sizə də dəstək olan insanlardan olubdur. O da çəkilişdən öncə bizə bildirdi ki, müəllimə uğurlar diləyirəm, hətta sizinlə fəxr edədiyimi bildirdi, sizinlə qürur duyduğumu bildirdi, gözəl ailə olduğumuzu bildirdi və bizim də Çağdaş Təhsil komandası olaraq mənim bu günlərin 2025-ci il çox gözəl günə təsadüf edir. 30 Mart tarixidir, həm Ramazan bayramı, həm o belə deyək, Novruz bayramının ərəfəsindən çıxmışıq, yeni yaz günləridir. Və biz sizə ancaq uzun ömür sağlayırıq. Çox sağ olun. Neçə nəvəniz var müəllimə? 7 nəvə. Allah sağ olasın. Buradan bax bizim çəkilişimiz vasitəsilə nəvələrinizə, övladlarınıza, şagirdlərinizə ürək sözləri nədir? Şagirdlərimə uğurlar arzulayıram. Onlar da mənim elə bir övladlarım kimidir, onları da çox sevirəm. Və hər birinə uğurlar, hər birinin ürəyində arzular həmişə arzulayıram ki, ona çatsınlar. Belə səsləri ucalardan, yüksəklərdən gəlsin həmişə. Övladlarıma ən birinci can sağlığı, həyatda ən birinci can sağlığı arzulayıram. Bir də ürəklərində olan bütün arzulara çatsınlar. Öz övladlarını yerləşdirə bilsinlər, onların uğurlarını görə bilsinlər. Nəvələrim də öz ata-analarının belə ümidlərini doğruldan uşaqlar olsunlar. Şükür Allaha ki, hər birindən razıyam. Hər biri elə bil ki, öz ardıcıllarımız kimi yetişirlər. Şükür Allaha. Çox gözəl. Əziz izləyicilərimin sonuna bilmək istəyirəm ki, bizim Cənab Nazir Eminə Rullayev və Vüsal Kəlbəcəri həddindən artıq biz rektor müəllimlərlə bağlı belə deyək də ən çox təqlid yazanlardan biri mənəm və Cənab Eminə Rullayev də onun əleyhinədir. Amma müəllimə o müəllimlərdən deyil. Yəni müəllimlərimizin çoxları var ki, sinifdə dərs keçirirlər və dərs şagirdlərini cəlb edirlər. Amma müəllimə təqaüdə çıxmağına baxmayaraq, əlavə olaraq şagirdlərlə həmişə gözəl rektor fəaliyyətlə məşğul olubdur, onlara dəstək mənasında da olubdur, gözəl onların ali məktəbin yüksək balla da qəbul olmasında olubdur. Və çəkilişimizdən fürsətdən istifadə edib onu bildirəm ki, əziz izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz və şagirdlərimiz övladlarınızın Azərbaycan dil və ədəbiyyat fənnindən ən yüksək balla ali məktəbə qəbul olmanı istəyirsə, Sultanlıqa kəndi və Kərku kəndlərə yaxın yerlərin insanları bizim Nərgiz müəllimə müraciət edə bilərsiniz. Çünki Nərgiz müəlliminin pedaqoji fəaliyyəti, Azərbaycan dil ədəbiyyat fənnindən bağlı olduğu stajı və o təcrübəsi gənc müəllimlərimizdən daha çoxdur. Ona görə də hər birinizi məsləhət bilirəm, həm Azərbaycan dil ədəbiyyat fənnindən mükəmməl şəkildə mənimsəmək istəyirsə və ali məktəbə ən yüksək balla qəbul olmaq istəyirsə, bizim Nərgiz müəllimə müraciət edə bilərsiniz. Və sonunda mən sizə ən gözəl can sağlığınızı bildirəm, təşəkkürümü bildirəm, minnətdarımı bildirəm. Çağdaş Təhsil komandası olaraq biz sizi kimi müəllimlərlə qürur duyuruq. Uğurlarınız bol olsun. O gün olsun ki, inşallah
Biz sizin 80 yaşınızda, 70 yaşınızda, 90, 100 yaşınızda gələk sizlərlə bağlı. Biz olsaq, biz olmasa biz əməkdaşlarımız gələcək çəkişəsində. Mən sizə gözəl ailə saadəti, nəvələrinizdən, nəticələrinizdən gözəl günlər arzulayıram. Təşəkkürlər, minnətdarım. Sağ olun.